xeyir olsun, əziz tamaşaçılarımız, xoş gördük hər birinizi Doğma kanalımızda tam səmimi saat 12-dən 2-yə qədər canlı efirdə işinə, gücünə start verdi. Payızın bu yağmurlu, çiskinli, elə qışa bənzər havasında əhval-ruhiyyənizi, kefinizin, əhvalınızın havasını yüksəyə qaldırın. İnanın ki, problem deyəcəksiniz, hər birimizdə o problem var. Məndə də var, onda da var, onda da. Bax, bugün burada bizim çəkiliş komandamızda kimi soruşsam, hərənin özünə görə bir problemi var. Alişka problemim var, Bahar problemim var, o qədər. Yaqub problemin var, hansısa çətini ən qədər. Məndə də var. Hərənin özünə uyğun bir şəkildə amma belə deyim də, hər bir şeyə çarə var, ölümdən başqa. Çalışın ki, hər şeyi həyatın axarına buraxın. Əsas birinci növbədə canınız sağ olsun. Əgər canınız sağ deyilsə, canınız ağrıyırsa, bax, problem onda başlayır. Problem onda başlayır, o problemi problemsizliyə çevirmək üçün də bizim əziz tamaşaçılarımız insanın canının sağlığıdır. Ona görə mən bu günləri Vəfa xanım Əhmədovanı dəvət eləmişəm proqramımıza. Mən bilirəm ki, bugün bir sıra xəstəliklər var ki, onlar çox yaygınlaşıblar. Bax, tutaq ki, mədə ağrıları. Bugün biz səhər də elə əməkdaşlarımızla bununla bağlı danışırdıq. Nə qədər insanlar var, deyir, mədəmiz ağrıyır. Mədəmizin ağrısından yemək yeyə bilmirik, çay içə bilmirik, çörək yeyə bilmirik. Köp bir yandan canımızı boğaza yığıb, qəbizlik bir yandan canımızı boğaza yığıb. Çox problemlər var. Nə qədər insanlar var ki, keçən efirdən sonra mənə yazanlar var, prostatında problemi olan insanlarımız. Gedib əməliyyat elətdirməyin, mən deyirəm sizə. Əməliyyatsız prostatı 100% gözəl müalicə eləyən Vəfa xanım Əhmədova var. Gedib bıçaq vırdırıb özünüzü yarımcan eləməyin, sonra Allah görsətməsin. Yəni, demirəm də nələr baş verir, çox şeylər baş verir. Vəfa xanım Əhmədova ümumi terapevt olduğuna görə canımızın harasında ağrı varsa, orasına deməli, müdaxiləsi ilə sağır. Valla, mən bax, həkimimdir. Şəxsən məndə bir problem olan kimi birinci növbədə yığdığım həkim Vəfa xanım Əhmədovadır. Milan Hospital Bakıda Nərmanovda yerləşir, metro stansiyanın düz bir yaxınlığında, Nərmanov metrosunun. Nömrəni də Emil, zəhmət olmasa əzizim, təqdim elə izləyicilərimiz görsünlər. Təşəkkürlərim olacaq Doktor Seyfəddin Klinikasına təbii üsullarla müalicə həkimidir, Bakıda Xətai rayonunda yerləşir, Həzə Asalov metro stansiyasının çıxışında. Və əlbəttə ki, təşəkkürlərim olacaq Aqromal Özbəkistan məhsullarına Sumqayıtda, Bakıda topdan və pərakəndə satışla məşğuldurlar. Azərbaycanda bir ilkdir, kilo ilə paltarların satışı. Paltarların bir kilosu 10-20 manat arasında dəyişən qiymətlərlə sizə təklif olunur. Təşəkkürlər Aqromala. Və təşəkkürlərim olacaq Desertzadə Şirniyyat evinə. Orada səhər yeməyi 10 manatdır, bir nəfər gedir 10 manat ödəniş eləyir. Səhər yeməyi yeyirsə, 2 nəfər onu rahatlıqla yeyə bilər. Mən nimətlə sabah gedəcəm oraya 100%. 10 manat ödəyəcək, 2 nəfər, 2 qardaş səhər yeməyimizi yeyəcək. Məhz bugün günorta saat 2-də ora gedirəm, 8 manat 50 qəpiyə olan günorta yeməyi yeməyə. 2 cür isti yemək, soyuq salatı, içkisi, hər şeyi sərinləşdirici içki. Limitsiz çay, çörək, hamısı bir yerdə 8 manat 50 qəpiyə. Nə istəyirsiniz? Baxça şəhərdə, Sumqayıtın girişində yerləşir, Desertzadə. Emil, sənin səsin gəlmir mənə. Eşidirəm, ay sənin səsi və mələnməmiş bir quzu kəsməyim. Emil, Nemətin mahnısı var ya, könlümün həmdəmi. Onu götürmüsən də. Vermirsən də onu, Nemət? Bəli, o mahnı ilə giriş eləyəcəyik. Biraz əhval-ruhiyyəni dəyişək. Vəfa xanım buradadır. Sabah xeyir olsun bizim gözəl həkimimizin, özəl həkimimizin. Çox sağ olun, təşəkkür edirəm. Necəsiniz, ay Vəfa xanım? Çox sağ olun. Siz necəsiniz? Sabahınız xeyir olsun. Mən yaxşıyam. Əlindəki nədir? Hər telefondur. Elə bilimdən salmışsan mənə. Əyləş, ürəyin harada istəyir. Çox sağ olun. Nə var, nə yox Uşqamın Milanda? atdıqlarını qoysun. Çox sağ olun. Nimət eləyib, bunların hamısını çay süfrə saçıb hələ gəlir yazdı, qızı göndərib alış-verişə.
Çox sağ olun. Səfanı. Necəsən, nə var? Nə Yaxşı, yox, çox sağ olun. necədir? Vəziyyət yaxşıdır. Səhər-səhər çox gözəl bir məsələyə toxundun ki, insanlar canlarının sağlamlığına diqqət etməlidirlər. Valla bax, son üstə min cür naz neymət var. Adamın canı ağrıyandan sonra adamın boğazından O da neymətləri də keçmir. yeyə bilmirsən. Hə? O neymətləri də yeyə bilmirsən. Yeyə bilmirsən. Adam var deyir, bir dənə şirniyyatı qoyuram ağzıma, köpüm hara qalxır. Bəli. Adam var deyir, nə bilim, mürəbbiyyə ilə bir stəkan çay içirəm, mədəmin yanğısı, göynəltisi hara qalxır. Və çox insanlarımız, Vəfa xanım, çox xahiş edirəm, bu prostat məsələsi ilə bağlı biz elə ilkin başlayarıq. İnsanlar var ki, gecə səhərə qədər deməli, qırıq-qırıq sidiyə getmək, göynəltili sidiyə getmək, cinsi zəiflik, hamısı qarışıb bir-birinə, hamı qaçır əməliyyat eləməyə, elə bilirlər əməliyyat eləyəndən sonra ağ günə çıxacaqlar. Amma təəssüf ki, ağ günə çıxa bilmirsiniz, əməliyyat hər şey demək deyil. Əməliyyat müalicənin ən axırıncı stadiyasıdır, ən son stadiyasıdır. Amma əməliyyatsız bu xəstəliyi Vəfa xanım müalicə eləyir. Biz bunlardan danışacağıq. Neymətə hazırlayana qədər, Neymət hələ hazır deyil. Neymətə hazırlayana qədər xüsusi adamlar gəlib də burada Neyməti geyindirir, keçindirir, efirə. O da həqiqətən adam bərk gedən toylara gedəndə belə olur. Özü ilə neçədən adam gəzdirir. Biri saçını düzəldir, biri kostyumunu geyindirir, biri ayaqqabısını təmin, o qədər adamlarla işləyir ki, biri mahnıların, nə bilim, nəzarət edir. Və baxın, bu prostat məsələsinin doğrudan mı siz 10-15 günə müalicə edirsiniz? Bəli, əgər prostatda bədxassəlik, adenoma yoxdursa, xoşxassəli, adenoma, kalsinatlar, fibrozlaşmış sahələr varsa, bu üzrə müalicələr prostata yoxdur, aparıla bilir Milan Hospitalda. Çünki Milan Hospitalda təkcə dərman maddəsindən istifadə etmirlər, xəstəyə yazılan müalicələrin içərisinə yüksək səviyyəli prostat üçün aparat var ki, o aparat Almaniyadan gətirilmişdir. Prostatın xüsusilə masajında demək olar ki, böyük əhəmiyyət kəsb edir. Prostatdakı qan dövranını yaxşılaşdırır, prostatdakı bərkimiş kalsinatları, fibrozlaşmış sahələrin aradan qalxmasına tənzimləyir və buna görə də prostatın müalicəsinə yüksək effekt verir. Əlbəttə, aparatla yanaşı orada dərman maddəsindən də istifadə edirik. Bir-iki dənə ən əsas işimiz prostata qarşı aparılan müalicələr xüsusi aparatların köməyi ilə gedir. Ona görə əgər prostatla bağlı probleminiz varsa, tez-tez sidiyə gedirsinizsə, sidiyə getmədə qırıq-qırıq sidiyə getmələr, yəni sidiyə gedib birazdan sonra sidik kəsilir, təkrar sidiyə getmələr müşahidə olunursa, sidiyin təzyiqi çox zəifdirsə, sidiyə getdikdən sonra bir 10-15 dəqiqə sonra yenə sidiyə getmə problemi hiss edirsinizsə, yəni qalıq sidik qalması problemi özünü göstərirsə, gecə sidiyə durmalar olursa, sidiyə gedəndə yandırmalar, göynəmələr olursa, bunlar əslində prostatın şikayətləridir. Əgər prostatın bu şikayətlərlə bağlı hər hansı bir şikayətiniz varsa, yaşından asılı olmayaraq, o demək deyil ki, mənim 40-45 yaşım var, 50 yaşım var, yaxud 60 yaşım var, prostatdan əziyyət çəkə bilmərəm. Prostatdan əziyyət çəkmə indi yaşdan asılı deyil. Prostatdan əziyyət çəkmə erkən yaşlardakı insanlarda da 25, 30, 35 yaşında insanlarda da bağlıdır. Burada prostatın soyuqlaması, iltihabı prosesə cəlb olunması, prostatın infeksiyalarla zədələnməsi özünü xüsusilə göstərir. Ona görə hansı bir problemlə bağlı olursa olsun, məsələn, gənclərdə ən çox prostatın zədələnməsi cinsi infeksiyaların təsirindən müşahidə oluna bilir. Yaşlı insanlarda prostatın prosesə cəlb olunması, əslində ən çox prostatın qan dövranının pozulması, prostatin funksiyasının pozulması, adenomalarla bağlı özünü göstərə bilir. Ona görə hansı bir problemlə şikayətiniz varsa, cinsi sistemin fəaliyyəti ilə bağlı pozuntular hiss edirsə, dediyim şikayətlər hiss edirsə, buyurub müraciət edə bilərsiniz prostatla bağlı. Milan Hospitalının nömrəsini görürsünüz. Neymət Mirzəyev oxuyacaq. Dünən də yol gedə-gedə onun mahnının minusuna qulaq asırdım. İnşallah mən də o mahnını lent aldıracağım. Elə yəqin səhərə bugünə o işlə məşğul olacağım. Nəğməli qonağımızı Neyməti çox istəyirəm. Elimiz, obamız, xalqımız Neyməti doğrudan çox istəyir. Çox mədəni oğlandır, tərbiyəli insandır. Gözəl də səsli sənəti var. Tay Sabir Mirzəyev, belə deyim də, nəslindəndir. Dost-doğma əmisidir. Cəmaat gedir ona buna qulaq asır. Da elə bu evin içində bir məktəb görüb gəlmiş ifaçımızdır. Mikrofonumuz haradadır? Gəl ay Neymət. İfanla gəl, sonra reklamlar olacaq.
sevgilim. Sen görüşe gelmeyende kalbim kederle dolur sevgilim. Bizi koşa görmeyende güller çiçekler solur sevgilim. Gel görüşey vefalı yarım, sensiz benim yoktur kararım. 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 Sensiz benim yoktur kararım. Bəli, əziz tamaşaçılarımız, davam edirik. Nimət, xoş gəldin, sabahın xeyir olsun. Sabahınız xeyir olsun inşallah. Necəsən, nə var, nə yox? Sabahınız xeyir olsun, xoş gördük. Çox sağ olun, var olasınız. Allah köməyiniz olsun. Allah Azərbaycan xalqımızı qorusun. Azərbaycan xalqımızı salamlayıram. Tamaşaçılarımızı salamlayıram. Dünya TV tamaşaçılarını asıl salamlayıram və sizin kollektivi salamlayıram. Dəyərli işçi heyətini salamlayıram ki, haçan gəlirsən, bunlar hamısı iş başında necə lazımdır, hamısı bir nömrəli öz işlərinin peşəkarıdırlar. Təşəkkür edirəm hamınıza. Hələ Və sizə təşəkkür edirəm ki, məni dəvət etmişsiniz. Çox sağ ol, əzizim. Səni biz yaddan çıxartmırıq. Bugün baxdım, 2 ay bundan qabaq olmuşsan deyəsən proqramımızda. Yox, 2 həftə. 2 həftə yox. 24 Eylül. Eylül Türklərdə hansıdır? Instagramda 2-3 həftə birlikdə olmuşuq. Biz Vəfa xanımla elə bir olduq. Axırıncı verilişim Vəfa xanımla oldu. 2-3 həftə bundan öncə. Yəni avqust ayı olmamışsınız da 24 Eylüldə olmuşsunuz. Yox, Sentyabrda olmuş. son. Sentyabrda? Sentyabrda, Hə. bəli. Mənim yadıma gəlir. Hə. Onda 24 İki sentyabrda veriliş öncə. olmuşuq. 2 həftə. Baxdım, Instagramda paylaşım eləmişəm. Qəşəng çayınızı için. Toyların dadı necədir, Nemət? Şükür. Pulu da ancaq özünə Pis deyil, yaxşıdır. Yaxşıdır. Pul gəlib mənə görək. Hələ gedir. Gələndən çox gedir. Mən inanıram belə şey. İnanırsınız ümumiyyətlə çayda? Mən inanıram. O çayın üstə bax pul görsəm, mənə pul gəlir işte. Bugün səndə yox idi pul. Yoxdur, yox, gəlmə. Hara gəlir? Ta buradan sonra işə getmirəm, evə gedirəm. Verilsə gələndən sonra Əfəqam evə gedirsiniz. 3-dən sonra gedirəm evə. Küçədə pul Amma elə gəlməyəcək. orada axı birbaşa klinikaya da gedirdiniz. Xəstə olanda gözləyəndə. gedir, xəstə gözləyəndə gedirəm, hə. Hə, başa Olmayanda düşdüm. Nemət, sağlığında, səhhətində hər şey yaxşıdır. Şükür, hər şey. Məndə həmişə yüksək əhval-ruhiyyə var. Nimət özü Canımı bir da dəfə qoruyam. dedi axı, mən həmin idmanla məşğulam, qaçış, hərəkətlə məşğulam, Futbol yeməyimə diqqət edirəm. Bunlar onu sağlam saxlayır, deyil mi? Bir-iki dənə məsələlər var, onları da demişəm şeyə, həll eləyəcək qəşəng. Ümumiyyətlə, var adamlar belə ki, baxam, heç bir xəstəlik yoxdur. Baxın, özümdən götürürəm. Məsələn, baxırsan ki, xəstəlik yoxdur. Amma elə bir ki, ətim ağrıyır, sümüyüm ağrıyır, xüsusən də kürəyim bütün belə ağrıyır. İstəyirsən ki, kimsə qabağına qoysun, sən masaj eləsin. Əzəl ağrıları da. Baxın, o nədəndir, soyuq olur, yoxsa əzələmizdə gərgin? Yox, əzələlərdə ağrı soyuqla da bağlı müşahidə oluna bilir. Məsələn, D vitamini çatmamazlığı olanda ən çox əzələlərdə yorğunluq, ağrı olur. Xəstə özünü çox halsız, yorğun, əzgin hiss edir. Bax, bunlarla bağlı ola bilir. Çox səbəblər var da, bunu törədən səbəblər var ki, gərək onu xəstə ilə anamnez toplayanda baxırsan ki, hansı səbəbdən xəstədə yorğunluq, halsızlıq var. Bəli, zobun xəstəlikləri yorğunluq, halsızlıq verir, qan azlığı yorğunluq, halsızlıq verir. Mədə-bağırsaq sistemi düzgün işləmirsə, yorğunluq, halsızlıqla xəstə üzləşə bilir. Ona görə xəstədə əgər bu şikayət varsa, mütləq baxmaq lazım. Bu şikayət hansı sistemdəki dəyişikliklərlə bağlıdır. Yəni o problemi aradan qaldırdıqdan sonra onu aradan qaldırmaq olar. Bir də, məsələn, kompüterlə çox işləyən adamlar bu problemlə daha tez üzləşirlər. Əsəbi, gərgin, sinir sistemi dayanıqsız olan insanlar, həddindən artıq əsəbi insanlarda da səbəbsiz yorğunluqlar müşahidə olunur. Yəni, canınızda bir yorğunluq varsa, yuxudan durursunuzsa, əzgin, ondan sonra ruh düşkünlüyü varsa, siz bilin ki, Milan Hospitalda xüsusi aparatlar var ki, əhval-ruhiyyənizi yaxşılaşdırır, motivasiya verir sizə. Var ya belə adamlar, evdən çölə çıxmaq istəmirlər, deyir, ərinlə,
canım ağrıyır, ayağım ağrıyır. Ayaq ağrıları demişkən, Emil bir dənə aparatımızı göstərək. Nimət, görmüsən də bu aparatı? Deyəsən, keçən dəfə göstərdi. Keçən dəfə göstərdi. Ayağı qoyursan. Ayağı salırsan içinə. Hə. Ay Allah, dəhşətdir bu aparat. Bax. Hə, bunu görmüşəm, görmüşəm. Nimət, salırsan içinə, təsəvvür elə ki, ayağında bütün ağrını, acını aradan qaldırır. Canın elə rahatlaşır. Bax, ayaq ağrılarında təkcə ayaq ağrıları deyil, baldırlarda ağrı varsa, əllərdə ağrı varsa, ayaqlarda uyuşma, keyləşmə varsa, ayaqlarda əzələ ağrıları varsa, bax, xroniki yorğunluq şəklində ayaqlarda, məsələn, müəyyən bir hərəkət etdikdən sonra xəstə deyir ki, ayaqlarım yorulur. O yorğunluqdan əziyyət çəkənlər varsa, sinir keçiricilik pozulanlar varsa, ayağında yanma, göynəmə hissiyatı, ayağının altında nahamar bir səth kimi proses hiss edən xəstələr varsa, topuqları şişən xəstələr varsa, onurğa ilə bağlı ayaqlarının uçlarında uyuşma, keyləşmə olan xəstələr varsa, bu aparata müraciət edə bilər. Hətta diz oynaqlarında olan ağrılarla bağlı qan dövranı pozulan, ayaqlarda qan dövranı pozulan xəstələr varsa müraciət edə bilərlər. Artıq çəkidən əziyyət çəkən pasiyentlər var ki, yeriyə bilmirlər, ona görə qan dövranı onlarda pozulur. Artıq çəki problemindən əziyyət çəkən pasiyentlər də müraciət edib gəlir o aparatın müalicəsini götürə bilər. Çünki aparatın bir seansı 7 kilometr yolu qət etmiş məsafəyə bərabərdir. Xüsusən diz ağrıları, oynaq ağrıları, diz ağrıları, oynaq ağrıları, bundan əlavə əzələdə ağrılar, sinir ağrıları, yeriyə bilmirsinizsə, daban şporları, dabanınızda ağrı varsa, məsələn, mənim keçən illərdə belə bir problemim var idi. Dabanımda dəhşətli dərəcədə ağrı var idi, ayağımı yerə basa bilmirdim. İnanın ki, hörmətli tamaşaçılar, yenə deyirəm, təsadüfən getmişdim Milan hospitala, dedim, ayağımı salım bunun içinə. Halbuki mənim başqa həkim demişdi ki, əməliyyat lazımdır. Dabanımda demişdi, belə sümük çıxıb, o sümüyü əzməlikdə, nəsə döyürlər, neynirlər, bilirsiniz də siz. Getdim o aparatın içinə saldım, ayağımı çıxartdım. Təsəvvür eləyin ki, elə ayağımın ağrıları qaldı o aparatın içində də, yəni o qədər, bir seansa mənə məsələn təsir elədi. Bəli, bir seansına xəstə effektini hiss eləməyə başlayır. Əlimizi də sala bilərsiniz, tək ayaq deyil. Əllərdə də uyuşma, keyləşmə varsa... Vallahi Neymət, əlini də sala bilərsən içinə. Çünki qolundakı bu ağrılar, adam var qolun qaldıra bilmir, adam var deyir boynum qırılar, onların hamısını aradan qaldırır. Bir də onurğanızda ağrı varsa onu da götürür. Çox maraqlı bir şeydir, ayağı salırsan içinə, amma deməli kürəyi də sakitləşdirir Vəfə xanım. Qolun, kürəyin, boynun hamısı düzəlir. Yəni aparatın bax özəlliyi budur. Məsələn, bəzi insanlar var, Sami, bəlkə də sözü kəsdim. Buyur əzim. Elə bil əzələlərdə, kürəkdə ağrı olanda, mənim tanıdığım adam var ki, həkimə göndərsən, ora gedir, buraya deyir, yox, mənim bir inamım var, mən ancaq masajda rahatlaşır. Bu adamın masajlara elə bil inanır da, masaja inanır. Masaj təkcə qan dövranını masajla yaxşılaşdırır. Əgər onurğanın yırtıq, protuziya, qabarma deyilən problemi varsa, burada həm əzələ ağrıları olur, həm qan dövranı əzələlərin pozulur, həm sinirlər sıxılmaya məruz qaldığına görə sinirlərin problemi olur. Ona görə masajla yanaşı, orada fizioterapevtik aparatlar da var ki, onlar birlikdə, kompleks şəkildə götürəndə təkcə yaxşı effekt almaq olur. Masaj elə insanlar var ki, onlarda masaj əks göstərişdir. Məsələn, etmək olmur. Məsələn, hansı xəstələr, zobunda düyün olan xəstələr var. Hər hansı birində xoş xassəli şişlər olan pasiyentlər var ki, onlarda masaj etmək biraz təhlükəlidir. Təhlükəsi var, Bəli, təhlükəsi. Düz deyil, təhlükəsi var. Profesional, elə bil həkim bilən olmalıdır da, onun profesional... Yəni, adi kürəyi kimsə ovursa, o masaj deyil. Deyil, hə. O, orada, məsələn, əzələni əzə bilər, əzələni əzə bilər, vətəri əzə bilər, sümüklərdə, bir də masajın nöqtələri var ki, onlar düzgün aparılmalıdır. Tam onurğanın ortası ilə bəli, masaj aparmaq olmaz sümüyün ortasından. Əgər düzgün, profesional aparılmayan masajlar varsa, onlar yırtıq, protuziya, qabarmanın ölçüsünü artırırlar. Tamam. Hörmətli tamaşaçılarımız, bizim şifahi məlumatımız var. 2 dəqiqəlik aramız olacaq, fasiləmiz olacaq. 2 dəqiqədən sonra davam eləyəcək. Siz sadəcə kanalı dəyişməyin, bizə baxın və kimin də nə şikayəti var, nə ağrısı var, nə acısı var, nömrələrimizi görürsünüz. Aşağıdakı nömrə ilə əlaqə saxlayın. İzləyək.
Hörmətli tamaşaçılarımız, proqramımızın sponsoru Agromal Özbəkistan məhsullarıdır. Bilirsiniz ki, Agromal Özbəkistan məhsullarında nə alırsınızsa alın, söhbət pal-paltarlardan gedir. Kilosu 10 manat, 20 manat arasında dəyişən qiymətlərlə sizə təklif olunur. Ünvanlarımız ölkənin bütün regionlarında Özbək mağazaları deyilən ünvanlardan siz kilo ilə pal-paltar ala bilərsiniz. Sumqayıtda 41 ada, Bakı şəhərində 3-cü mikrorayon dairəsində topdan və pərakəndə satış nöqtəmiz var. Yolunuzu gözləyirik. Digər sponsorumuz Doktor Seyfəddin Klinikasıdır. Bilirsiniz, Həzə Aslanov metro stansiyasının çıxışı Söhbət Xətai rayonundan gedir. Doktor Seyfəddin Klinikasında bütün müalicə və müayinələr təbii üsullarla aparılır. Və xəstəliklərinizi tam təbii üsullarla müalicə elətdirib sağlamlığınıza qovuşmaq istəyirsinizsə, aşağıda gördüyünüz telefonlarımızla əlaqə saxlayın. Doktor Seyfəddin və onun komandası sizin sağlamlığınızın keşiyində dayansınlar. Təşəkkürlər. Milan VIP Hospitaldan danışmaq istəyirəm. Sizə Milan VIP Hospital bilirsiniz ki, digər klinikalardan nə ilə fərqlənir? Əlbəttə ki, robot test müayinəsi. Dırnaqdan saça qədər robot test müayinəsindən keçməklə xəstəlikləriniz haqqında məlumatlana bilərsiniz. Bundan əlavə Milan VIP Hospitalında cərrahi əməliyyatlar da həyata keçirilir. İstər sığorta ilə, istərsə də belə siz Milan VIP Hospitalına gəlməklə müayinə və müalicələrinizi normal şəkildə həyata keçirdib sağlığınıza qovuşa bilərsiniz. Bölgələrimizdən gələn pasientlərin diqqətinə çatdırmaq istəyirəm ki, bizim stasionar şöbəmiz də fəaliyyətdədir ki, rahat bir şəkildə qidalanmanız təmin olunmaqla klinikamızda yatış edib tam şəkildə sağlığınızı bərpa eləyə bilərsiniz. Hörmətli tamaşaçılarımız, mən sizə növbəti sponsorumuzu təqdim etmək istəyirəm. Şipşirin, bax bu sponsorumuz Sumqayıt şəhərinin girişində yerləşən Bağça şəhər yaşayış kompleksində yerləşir. Desertzadə Pastra and Bakery şirniyyat evi. Bəh, bəh, bəh. Ən gözəl şirniyyatlar, tortlar, kurabiyələr, ürəyiniz hansı ölkənin şirin təamlarını dadmaq istəyirsə, mütləq gəlməlisiniz ora. Bununla da xidmətlərimiz yekunlaşmır. Səhər yeməyi, bəli, səhər yeməyinin qiyməti 10 manatdır. 10 manat verirsiniz, səhər yeməyi. Ləziz təamları düzürlər qarşınıza. Bununla da kifayətlənmirik. Və mən sizə 8 manat 50 qəpiyə olan yemək süfrəmizi də təqdim etmək istəyirəm. Business Lunch. Hər gün, hörmətli müştərilər, gəlin günorta yeməyinizi 8 manat 50 qəpik ödəməklə istədiyiniz təamlardan dadın. Telefon nömrələrini görürsünüz. Buyurun, gəlin. Davam edirik, əziz tamaşaçılarımız. Şifahi məlumat blokumuz bitdi. Şifahi məlumat blokumuz bitdi. Mən bircəcə saniyə, Vəfa xanım, bircəcə saniyə. Deməli, əziz tamaşaçılarımız, mən bugün verilişdən çıxandan sonra, Nimət, ürəyin istəyir, sən də gedə bilərsən, Vəfa xanım, sən də gedə bilərsən. Verilişdən çıxandan sonra Sumqayıtın girişində, bu tərəfdən girişdədir, əsas o ana girişdə. Orada Bağça şəhər var, Desertzadə şirniyyat evi var. Mən gedəcəm bugün ora. Eşitmişəm ki, Business Lunch var. 8 manat 50 qəpiyə yemək seti verirlər insanlara. İki cür isti yemək, salatı, soyuq içkisi, limitsiz çörəyi, çayı 8 manat 50 qəpiyə. Gedəcəm sadəcə onu çəkməyə, görüm nə məsələdir. Gəlmək istəyənlər varsa, saat 2-də orada olacam, gəlin. Narahat olmayın, hesabı mən verəcəm. Belə, yazan insanların hər birinə təşəkkür edirəm. Hələ indi başlamışıq. Deməli, artıq izləyicilərimiz yazırlar mənə. Vəfa xanım, bu ayaq ağrılarını dediniz. Bir də çox yaygınlaşan köp və həll elədin. Halaldır sənə, ay Neymət. Halaldır, yox, eləməmsən. Köp və qəbisi ilə bağlı. Bəli, köp və qəbisi ilə bağlı. Köp və qəbisi ilə bağlı. İstəyirəm danışasınız və köp nədir? Köp əslində daha çox geniş yayılmış bir simptomudur. Hər hansı bir xəstəlik deyil köp. Sadəcə bir neçə orqanların funksiyasının pozulması nəticəsində əmələ gələn bir şikayətdir xəstə tərəfindən. Məsələn, mədənin köpməsi müşahidə oluna bilər. Mədənin köpməsi nə vaxt müşahidə olunur? Mədədə əgər qıçqırma problemi olursa, mədədə həzm prosesi pozulursa, mədə turşuluğu və şirəsi arasında tarazlıq pozulursa, bu zaman yaranır
köp problemi, yəni mədənin köpü. Bir də var bağırsaqlarda yaranan köp. İndi baxaq bağırsaqlarda yaranan köp nə ilə bağlıdır? Yəni mədə köpü ilə bağırsaq köpü bir-birindən fərqlidir. Bağırsaq köpü ən çox öd xəstəliklərinin fonunda yaranır, mədə-altı vəzn xəstəliklərinin fonunda yaranır, bir də bağırsağın özünün fonunda yaranır. Baxaq indi, hansı öd xəstəlikləri? Öddə gedən iltihabı xəstəliklər, ödün qatlaşması, ödün polipi, ödün daşı, diskineziyası demək olar ki, köp problemini yarada bilir. Mədə-altı vəzn... Üzr istəyirəm, öddəki daş var. Bəli. Bax, mənim bir qohumumda yerləşdiriblər artıq xəstəxanaya gecə ilə, Neymət. Bibimin qızı da Allah şəfasını versin, bugün gedib ona da baş çəkəcəm. Deməli, öd yollarındakı daş düşüb şeyə... Öd daşı düşüb ya öd yollarına, ya da mədə-altı vəznin axacağına. Mədə-altı vəznin axacağına, belə çox ciddi bir problem, qorxuludur. Qısa müddət ərzində həll olunursa, xəstənin mədə-altı vəzni tam sıradan çıxarmış bir vəziyyətə gəlir. Bir damcı daşa. Bir damcı daş. Çünki axacağa tutur, şirəyin gəlməsinə maneçi olur, şirə qayıdır mədə-altı vəznin özünə və vəznin toxumasını zədələyir və bu da kəskin pankreatit əlamətlərindən özünü göstərə bilir. Ona görə biz dəfələrlə deyirik ki, kimin öd daşı varsa, onu planlı sürətdə çıxartmaq mütləq vacibdir. Yəni, mütləq varsa çıxartmaq lazımdır. Çünki ciddi köp problemi ilə mədəyə, bağırsaqlara qaz dolması, özünü gəyirmə şəklində göstərən simptomlarını göstərə bilir. Ona görə ödündə daş varsa, polip varsa, yaxud ödün qatlaşması diaqnozunu gedəndə ultrases müayinəsində bu problemi görürsünüzsə, qulaq ardına vurmayın. Çünki sonra yaranan köpün səbəbini başqa yerdə axtarmayın. Axtarın ki, mənim ödüm qatlaşıb, ödümdə əyrilik var, ödümdə diskineziya var, daş var, polip var, ona görə bu problemdən əziyyət çəkirəm. Bir də mədə-altı vəzn xəstəliklər var. Mədə-altı vəzn belə loru dildə, xəstənin dili ilə desə, soyuqlaması, iltihabı xəstəlikləri, yəni pankreatit əlamətləri, mədə-altı vəzn ciddi köp problemi. O qədər ciddi köp problemi verir ki, ultrases müayinəsində xəstənin məsələn orqanlarını köpdən görmək olmur. Köp yuxarıya doğru qalxır və bu bəzən bu köp xəstənin mədəsinə dolur və xəstə vaxtaşarı gəyirmə problemi ilə üzləşir. Yəni səsli gəyirmələr, səslə gəyirmələr. Arıq adamdır, qarnı nə boyda? Kompleks gətirici bir vəziyyət verir. O boyda qarnı böyür, mədə böyür, yəni qaz dolub bağırsaqlara, qarnının önə çıxması, mədənin önə çıxması kimi problemlərlə özünü göstərir, ciddi problemdir. Bir də bağırsağın özünün iltihabı xəstəlikləri var. Bağırsaqda ferment çatmamazlığı var, disbakterioz deyilən problemlər var ki, onlar da bağırsaqda köpündən özünü göstərir. Əgər bağırsaqlarda səslər, qurultular varsa, bu problem, köpün yaranması bağırsağın özü ilə bağlıdır. Çünki ödlə, mədə-altı vəzinlə bağlı yaranan köp problemində bağırsaqda qurultu çox vaxt müşahidə olunmur. Ən çox qurultu bağırsağın özünün xəstəliklərində olur. Yəni, hansı bir problemlərlə olursa olsun, əgər mədənizdəki problemlərdən, mədənizdəki qıçqırma, yanma, göynəmə, köpmə problemindən əziyyət çəkirsinizsə, ödünüzlə bağlı xəstəliyiniz varsa, mədə-altı vəzinlə bağlı xəstəliyiniz varsa, bağırsağın özü ilə bağlı xəstəliyiniz varsa, köpdən, qəbizlikdən, ishaldan əziyyət çəkirsinizsə, buyruq müraciət edə bilərsiniz. Milan Hospitalı, mən terapevt Vəfa Əhmədova 40 ildən artıqdır ki, mədə-bağırsaq sistemi xəstəliklərinin müalicəsi ilə məşğulam. Mədə-bağırsaq sistemi xəstəlikləri elədir ki, yəni burada seçim həkimin seçimi dəqiq olmalıdır. Çünki xəstə mədəsi ilə müraciət edirsə, təkcə mədədə mədə qoruyucu dərman yazmaqla kifayətlənmək mümkün deyil. Burada helikobakteri də yoxlanmalıdır, mədədə helikobakteri varsa ona qarşı müalicə düzgün aparmalıdır, eroziyalar varsa onları sağaltmaq üçün seçilən dərman maddələri dəqiq olmalıdır, xora varsa xoranı sağaltmaq üçün yazılan dərman maddələrində seçim üstünlük təşkil edir ki, həkimin seçdiyi dərmanın keyfiyyəti burada böyük rol oynayır ki, xəstə bu eroziyadan yaxud bu xoradan sağalıb tam aradan qalxa bilsin. Vəfa, bir dənə xəstə razılığı var. Rejissorumuz mənə söylədi ki, hal-hazırda bir xəstə var ki, sizin Milan Hospitalda müalicə alıb, çox anormal bir durumdaymış xəstə, vəziyyəti yaxşı deyilmiş. O bir razılıq eləyir, bir təşəkkür eləyir. Video material var, izləyək, davam eləyəcək. Pasiyentimiz Şahanə xanım bir il öncə müraciət etmişdi Ucar rayonundan. Bir çox problemləri vardı, onurğası ilə, dizləri ilə, boyun fəqərələri ilə bağlı, bel fəqərələri ilə bağlı, başı ilə bağlı, yuxusu ilə, yaddaşı ilə bağlı və beyin qan dövranı pozğunluğu ilə bağlı.
Şahanə xanım iynəsiz, dərmansız aparatların köməyi ilə yüksək səviyyəli müalicə götürür və müalicə effektini əldə etdiyinə görə təkrar bir ildən sonra ikinci kurs bizə bir də müraciət edibdir. İndi Şahanə xanım özü fikrini söyləyəcək. Mən Ucar rayonundan gəlmişəm. Bir il bundan qabaq burada aparatlarla müalicə götürdüm. Mən çox kömək elədi, effekti oldu. İndi artıq bir il keçib üstündən yenə görüm narahatam. Ona görə yenə gəlmişəm aparatlarla müalicə elətdirim. İynəsiz, dərmansız müalicə. Bundan yaxşı nə ola bilər? Məsləhətiniz bizim pasiyentlərə sizi kimi ayağında, dizində, başında kimin narahatçılığı var, buyurub gəlsin Milan Hospitala. Çox sağ olun. Vəfa Əhmədovanın yanına. Çox sağ olun. Klinikanın rəhbəri Xuraman xanıma təşəkkür edirəm və Vəfa Əhmədovaya. Çox böyük hörmətim var. Biz də müdiriyyətimizə çox-çox təşəkkür edirik ki, bu cür gözəl şərait yaradıq. Gözəl müasir aparatlar gətiriblər ki, bu aparatların köməyi də insanlar faydalanırlar. Onurğasına görə, diz oynaqlarına görə, başına görə, yuxusuna, əsəbinə, yaddaşına və hər bir sahə üzrə öz müalicələrini yüksək səviyyədə iynəsiz, dərmansız götürürlər. Davam edirik əziz tamaşaçılarımız. Allah bütün xəstələrin şəfasını versin. Amin. Amin. Bütün xəstələrin həqiqətən heç bir insan heç bir yerindən şikayətçi olmasın. İnsanın canı ağrıyanda dünyanın bütün nazı neməti, varı, gözündə dövləti, sıfır olur. Onun gözündə sıfır olur. Çox təəssüf edirəm ki, Nimət, çox qəşəngdir. Gördün ondan yerəm, ondan yedim. Çox qəşəngdir. Və bilin ki, əziz tamaşaçılarımız, o xəstələnən adam bilir də bunu. Yəni, hər bir şey gözündə sıfırlanır. Biz bəzən yaddan çıxardırıq, elə bilir ki, dünyanı əbədi əzəli tutub gedəcəyik. Xeyr, belə deyil. İnsan birinci növbədə canına baxmalıdır, canına qulaq asmalıdır. Hər şey boşdur. İnsan xəstələnəndə belə, inanın, oğul qız adama baxmır. Baxır, deyinə baxır. Minnət vura-vura baxır. Minnət vura-vura baxır. Hə də minnət vura-vura. Ona görə ataların bir sözü var, deyir, Allah bu gözü o biri gözə möhtac qoymasın. Amin Allah. Amin. Doğrudan deyir, bu gözü, bu əli o bir ələ möhtac qoymasın. Balaca bir narahatçılığınız varsa, indi nə dövrandır, nə zamandır, gəlin check-up müayinə olun və biləcəksiniz ki, nə probleminiz var, nə xəstəliyiniz var da, düz deyil Vəfa xanım. Bəli, check-up müayinədən söz düşmüşkən istəyərdim elə check-up müayinə haqqında deyəm. Yəni, hər dəfə verilişlərdə deyirik, sosial şəbəkələrdə, çıxışlarda deyirik ki, check-up müayinə əslində 20-25 dəqiqə müddətini aparılan, yəni gedib orada 600-700 manat ödəyib check-up müayinədən keçmirsən, yəni dünyanın analizini vermirsən. Əslində, bu check-up müayinə o xüsusi aparatın köməyi ilə aparılır, bütün sistemlər haqqında ilkin bir məlumat verir. Əgər analizə ehtiyac olursa, aparat özü çıxardır ki, məsələn, bu orqan və sistemin fəaliyyətinə ki, dəyişikliklə bağlı olar. Məsələn, bu analizlərə ehtiyac var, xəstə onu keçməlidir. Yaxud kolonoskopiya keçməlidir, yaxud gastroskopiya keçməlidir, yaxud echo müayinəsinə ehtiyac var. Yəni, bu check-up müayinə çox qiymətlidir. Ona görə buyurub müraciət edə bilərsiniz. Oktyabr ayının axırlarına qədər check-up müayinəmiz endirimdədir. 100 AZN ödəyirsiniz, həkimin qəbulu da içində check-up müayinədən keçirib, həkimin verdiyi izahatı da orada alırsınız özünüz üçün. Aha. Aparat əslində 185 manat idi. İndi endirimdə robot aparatı, bəli, 100 AZN-dir, həkim qəbulu da ödəmədən, yəni həkimin qəbuluna da keçə bilirlər. Aparatın müayinəsindən sonra. Robot test aparatından keçmək, üstə gəl həkimin qəbulu, hamısı ümumilikdə bir yerdə. 100 manat. 100 manat, amma qabaq 180 manat təkcə bu aparat idi. Bu aparatın da qabağında oturursan, Nimət, dırnağından saçının dibinə qədər nə xəstəliyin varsa, hamısını kompüterdə görürsən. Hər anda nə problem var. Maşını gedib diaqnostik eləyirik. Bax, bu da elə bir şeydir. İnsanı diaqnostik baxın, eləyir. Göstərir orada. Orada mən hər şeyini gördüm. Bax, skelet üzərində hansı orqanda hansı problem var, onurqada hansı problem var. Gələcəkdə nə xəstəliyin olacaqsa, bəli, gələcəkdə hansı xəstəliklər səndə problem yarada bilər. Gələcəkdə hansı bir sistemin xəstəliyindən əziyyət çəkə bilərsən. Məsələn, ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkə bilərsən, insult keçirdə bilərsən, daxil orqanların xəstəliklərindən əziyyət çəkə bilərsən, o haqda məlumat alırsan. Sən də həmən başlayırsan müalicəyə. Öncədən
biləndə, heç olmasa pasient bir həkim verdiyi məsləhət nəzərində bir heç olmasa gələcəkdə yarana bilən təhlükənin qarşısını ala bilir. Elə pasientlər var, mədə xoraları var. Məsələn, deyirsən ki, kəskin formadan mədə xorası, bəli, mütləq müalicə almasan, onkologiya ilə üzləşə bilərsən, yaxud ürəyindəki problemlə bağlı damar tutulmasından üzləşə bilərsən, yaxud insultla üzləşə bilərsən, beyin atrofiyasından üzləşə bilərsən. Bunlar çox ciddi problemlərdir. Öncədən görüb məlumat verəndə, qarşısını alanda xəstə gələcəkdə heç olmasa həyatı təhlükə qarşısında qalmır. Tamam. Niməti dinləyək. Gözəl səsini, avazını eşidək. Nimət Mirzəyevi. Nimət, buyur əzizim. Səni göndərdi mənə Allah, ay maşallah. Dönmərəm bu sevgidən vallah, ay maşallah. Səni göndərdi mənə Allah, ay maşallah. Dönmərəm bu sevgidən vallah, ay maşallah. Fürsətdən istifadə edirəm bu günləri. Baxın, məni bir yaxından çək. Gözəl bir həkimimizin, Lalə xanımın, nevropatoloq Lalə xanımın bugün doğum günüdür. Ürəkdən təbrik edirəm Lalə xanımı. Can sağlıq arzu edirəm Lalə xanıma, bizim çox hörmətli nevropatoloqumuz, Milan Hospitalının həkimi. Elə Dünya Televiziyasının, bax, tam səmimi komandasının bütün əməkdaşları təbrik edir Lalə xanımı. Mən amma fürsətdən istifadə edib Milan Hospitalının rəhbərliyi adından da Xuraman xanım Muradovanın, bizim gözəl yazarımızın
adından da təbrik edirəm. Orada çalışan bütün tibbi Personal. heyətin adından ürəkdən təbrik edirəm. Lalə xanım 100 yaşayın, əlavəm var. Əlavəm var. Lalə xanım Abdulovanın bugün ad gündür, dedin, düz qeyd elədim. Qeyd edeyim yoxsa yox? Yox, qeyd eləyəcəyik sabah. Müdiriyyətimiz yoxdur, sabah olacaq, ona görə qeyd eləyəcəyik. Lalə, buradan səni təbrik edirəm, sənə can sağlıq arzulayıram, işlərində uğurlar arzulayıram, həkimlik fəaliyyətinə gözəl nailiyyətlər arzulayıram, həmişə ailənin, övladların başı üstündə olasan, öpürəm səni, can sağlıq arzulayıram, həmişə bizimlə olasan. Həmişə bizlə bərabər olasan. Nimə təzə mahnılarım var ümumiyyətcən? Yazırsan təzə mahnılar? Təzə mahnı Daha doğrusu yazdırırsan? hə, 2 dənə inşallah bu yaxında indi üzərində işləyirik, aranjmana vermişəm. Biraz həm bizim toylarla bağlı musiqiçilər biraz həm vaxtı olmur, həm də ki mahnını mən belə deyək də tez-tez yox, vaxt aşırı mahnı oxuyuram ki yaxşı olsun. Məsələn, ayda bir dənə yox da, 5 ayda, 6 ayda bir dənə. Amma gec deyir, amma 5 ayda, 6 ayda bir mahnı. Adam var deyir, aya bir mahnı çıxardıram. Yox, o mahnı elə o aya bir mahnı, o gündəlik o xırda yemək kimi bir şeydir. Gündə yedim, getdi, bilmədim. Məsələn, adam var 3 gün bundan qabaq nə yeyib, yadından çıxır. Mahnı da onun kimidir. Gərək mahnı yaxşı olsun ya. Məsələn, Ağardaş Ağayev Allah can sağlığı versin. Məsələn, mən o mahnının üzərində oxuyub onu o ərsəyə gətirmək üçün hələ tək mən özüm bu təcrübə ilə mən onu bir 6-7 aydan çox mən məşq elədim o mahnını. Halbuki mən o mahnını 2005-ci ildən mən səhnəyə addım atandan o mahnını mən toylarda oxuyurdum. Amma studiyada oxumaq üçün mən onu 6 ay dayanmadan hər gün otaqda məşq elədim. Yəni mənim özümün kolonkalarım var, mikrofonum var. Yəni ki, o keyfiyyəti olsun. Almaq üçün, bəli, əlbəttə ki, yaddaşda yaxşı qalsın. Məsələn, mənim bir qəribə mahnım var. Gedəndə cavandım, dağlar indi qoynunuza qoca gəlmişəm. Bir gün oxuyassan onu, yoxsa yox? Yox, onu elə bugün yeni mahnılar var. Görsən, Manaf Ağayevi salamlayıram, Manaf Ağayevin repertuarındandır. Bu mahnı. Çox maraqlıdır ki, Nemət Mirzəyev hansısa müğənninin mahnısını oxuyanda, məsələn, bax, bu maşallah, elə bildim ki, sənin mahnındır. Yəni, o birinci ifaçını xatırlatmırsan, bax, o gözəl bir şeydir. Hətta öz çalarlarım var, amma mən onu dəyərləndirirəm ki, məsələn, mənim xoşum da gəlir götürürəm də. Məsələn, baxıram ki, mahnıda dinamika var. Məsələn, Manaf Ağayevin mahnılarında dinamika var, ritim var, musiqilər gözəldir. Hamısı salamlayır, Ağardaş müəllimi, Manaf müəllimi. Allah can sağlığı versin. Yəni, ona görə indi 1-2 mahnı dekabra yəqin ki, yekunlaşdırarıq Allahın köməkliyi ilə yeni mahnılar Allah qoysun. Daha yaxşı Nimət, uğurlar əldə edirsin. bir sual verim sənə, sonra Vəfa xanımla danışacağım. Ümumiyyətcən, istədiyin yerdəsən hal-hazırda, bax, bu sənətlə, bu sənət, sənin sənətindən söhbət gedir. Yox. Bu oxumaqla, bu potensialla, sən istədiyin yerdəsən, yəni öz yerindəsən, Bugün yoxsa... bir şey deyim də, deyir, məsələndə kimsə deyir, gəldi, orada bomba atdı, getdi. Yəni, top atdı, getdi. Yəni, sözlə, sənətlə, hər nə ilənsə, məsələn, sənin indi o verdiyin sualı, yəni, top atmış kimi bir şey elədin. Yəni, niyə? Bugünkü gündə nəinki mən, mənim kimi yüzlərlə sənətkarlar, mən özümü demirəm. Özümü, ümumiyyətlə, yəni, mən sənətkar deyəmərəm özümə, yəni, mən utanaram özümə elə söz desəm, mənə kimsə nəsə deyə bilər də, o sənətkar haqqında. Yüzlərlə sənətkarlar öz istədiyi yerlərdə deyirlər. Bu gün publika bilirik də, indi bilsən, hər şeyin çoxu da, adi yeməyin özü də çox olanda narahat eləyir, düzdürmü? İndi mən özümdən danışıram. Mən elə məclislər görmüşəm, elə oxuyanlar görmüşəm, elə O oxuya bilməyən, amma cəmaat ölür ondan ötürünü. Tutaq ki, sənə gətirib verib 2000 manat, ona gətirib verib 5000 manat. Amma oxumaq da yoxdur. Sən necə oxuduğun tozunda qalar o. Onda nə hiss keçirdirsən? Bilirsiniz, bax, bugün sən nömrə 1 aparıcısan. Mənim üçün elədir. Çox sağ ol. Sən sadəcə həvəskar oxuyursan. Həvəskarsan, mahnı da oxuyursan. Amma yaxşı oxuyursan. Bugün mən müğənniyəm deyənlərə qulaq asıram. Sənə də qulaq asıram, görürəm sən onlardan yaxşı oxuyursan. Sən onlardan qəşəng oxuyursan. Sən onlardan qəşəng oxuyursan. Mən Samirə deyirəm onu. Sən demisən mən müğənniyəm. Sən deyirsən ki, düzümü?
bugün bizi ağrıdan odur. Biri də çıxır, biri bir söz deyir, filan mahnı belə oldu, bir görürsən bir-birini qırırlar. Yalandır ya, hamısı yalandır. Mahnıdakı mahnı olaydı. Sənət yox, mahnı yox, oxumaq yox. Məcburdur ki, Samirlə Neymət bir qalmaqal eləsin, Neymət istəyir, Samirlə qalmaqal eləsin, ancaq Neymətdən danışsın, hə nə olsun. Və belə deyək də, Manaf Ağayevi qınağa çevirdilər də, bir söz demişdi Şahnaz Muğamı haqqında. Məsələn, mən ömrüm boyu, Allaha and olsun, hansı şeydən çox danışarlar, onun əksinə gedərəm, ona əhəmiyyət vermərəm. Hansı şeyə çox maraq göstərərlər, mən ona maraq göstərmərəm. Bugün baxıram ki, məsələn, mən xanəndəliyi qutarmışam, hə? Heç mən risk edirəm. Mən gedib oturub Şahnaz muğamından, Ras muğamından, Mirzə Hüseyin, Çahargah, Şuur, Bayat Şiraz, nə bilim, 3 dənə musiqisinin yanında mən ondan danışmıram ki, o birdən o hansısa bilməz, o da deyir mən xanəndəyəm, birdən hansısa muğamın şöbəsini bilməz, utanar məndən. Mən orada muğamla danışmıram, o deyir, Şahnaz belə getdi, bu deyir. Əmanov düz deyir də, qardaş, Şahnaz muğamın oxuyanlar olub, Şahnaz muğamını oxu... Bəli, Xanşunski oxuyub, Seyid oxuyub, Cabbar oxuyub, Sabir Mirzəyev oxuyub, Alim oxuyub, Arif Babayev oxuyub, bunlar xan... İndi bu muğamın adını çəkiblər də, oxumayıblar hələ. Amma o qədər oxuya bilməyənlər ortaya düşdü, onu oxudu ki, mən... Danışdığı oxumadı. Yox, oxuyanlar da var, oxuyanlar da var. Oxuyub paylaşanlar da var, gülməli. Tanıdığım bir adam var, elə oxudu ki onu, mənim ağlamağım gəldi, dedim, ay Allah, ürəyim sıxıldı o muğama. Mən o muğamı həqiqətən Xanşunskinin ifasında dinlədim, başqa böyük sənətkarlarımızın ifasını da dinlədim və o ifa, səsin çatmırsa, onu bir adam ortaya atıb ki, mən bunu ha vaxtsa öyrənib oxuyacam, oxumayıb da yazıq hələ. Yox, heç öyrənsə də Şahnaz musiqi notundandır. Do, re, mi, fa, sol, la, si, do. Hər muğamında öz kökü var. Çaharca oxunmalıdır do pərdəsində. Şahnaz oxunmalıdır do pərdəsində. Mirzə Hüseyin oxunmalıdır lə pərdəsində. Rast oxunmalıdır fa pərdəsində. Şur oxunmalıdır sol pərdəsində. Bunların məktəbdə yazılan yerləri var. Məktəb yox. Yoxsa əman, 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 əman. Burada oxunmalıdır bu. Aman, aman, aman. Aman. Mahnı oxuya yerdə deyir, aman, 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 Şahnaz oxunur, Şahnaz belə oxumur, Şahnaz belə oxunur, bax. Elə bilirsən ki, Kanami cingiltisi var. Oxunmamış artıq onun PR-ı getdi də. PR-ı getdi özdə. Onlara PR lazımdır da, oxumaq lazım deyil ki. Falan, o da çıxdı dedi, oxuyacaq bir də. Ay qardaş, Manaf düz deyir də, oxuya bilməyəcəyiz vaxt. Onu oxumaq üçün 7 notun 7-sinə də səsin çatmalıdır. Səsin çatmalıdır, bəli. Bəs kim anladıb ki, onu oxuya biləsən? İndi ola bilər, onu deyib ki, indi Təyyar müəllimi salamlayıram buradan. Şahnaz muğam bilirsiniz, da gizləməyin, nəfəs haqqında gedib söhbət. Manaf da deyib ki, Şahnaz muğamın nəfəs oxusa... Mən inanmıram Təyyar müəllim deyək ki, oxuya biləsən. Təyyar müəllim onu Peki, öyrədə bilər. Deyildi, təsnifin deyildi. Peki, Təyyar müəllim onu hazırlayacaq, ona da baxmalı. Yox, Şahnaz muğamından gedib söhbət. Təyyar müəllim nömrə 1 pedaqoqdur. Özü də ki, gözəl xanəndədir, əvəz olunmaz xanəndədir Təyyar müəllim. Təyyar müəllim onu öyrədəcək, yaxşı da öyrədəcək, yolunu da öyrədəcək. Amma Şahnaz muğamını gedib do pərdəsində oxumayacaq, o gəlib sol pərdəsində oxuyacaq, fada oxuyacaq, yüngül. Manaf bunu demək istəyirdi, bunu başa salmaq istəyirdi, budur. İndi mənə o sual verdin, ona görə məsələn bizdə çox sənətkarlar, sənətçilər öz sənətimizə qiymət verilən məsələn çoxu o yerdə deyil də, elə o gəlir belə, bu gəlir belə, nə bilim. Nimət müəllim, olsa bu dünya həmişə belədir də, hansı ki savadlı insanlar var, hansı ki
nətər deyim, yetərliliyi çox olan insanlar var, onlar həmişə öz yerlərində durmurlar. Amma aşağı səviyyədə olan insanlar həmişə hansı yollansa öz səviyyəsindən yuxarı qalxırlar. O var, o ömrü boyu davam edib cəmiyyətdə həmişə də var, həmişə də davam edəcəkdir. Yəni onun üçün narahat olmayaq, özümüzü də narahat eləməyək. Ustadlarımız da elə deyib də, gəlib qulaq asıblar, görüblər biri, ikisi də, məsələn, tələbələrimi, oxuyanlarımı, görüblər ki, o dərəcədə səs yoxdur, amma özün gözə soxur, belə falan. Ustadlar o vaxt deyib, bu abırı, isməti olanların üstündə çalışın, bir yerə çıxsın. Bunlarla işi quzdur, bunlar onsuz da çıxacaq, bunların üzü yoxdur, abırı yoxdur, bunlar belə cumur irəli. Sənət yox, səs yox, oxuyanlar məsələn yox, ustadlar deyib bunu. Yəni, indi bu günləri baxırsan ki, kim biraz diri dəbərir, kim əl qolu ilə oxuyur, kim 5 dənə mahnı dağıtır, toyu partlatdı. Anne. Bəli, Nemət də nətər lazımdır, Bahar, bu günləri TikTok partlayacaqlar, Nemət. İlla ki, oxuyan yerin elə sübut üçün göstərərsən. Samir, sənə qurban olaram. Emin, nömrələr kəşkə getməzdi, eyb yox qaldı. Hörmətli tamaşaçılarımız, bizim YouTube kanalımıza abunə olunun, Samir Bayramlı Tam Səmimi. Proqramdan dərhal sonra deməli abunə olunun. Ora deməli dostluq atın ki, izləyicilərimizin orada sayı çoxalsın. Mütləq YouTube-dan izləyin rahat bizə. Mən istəyirəm Samir, nə ilə bağlı deyəm. Məsələn, insanlarımız var, çox xəstəlikləri var da, bir yerləri xəstədir. Məsələn, insan var, başı ilə bağlı problemi var, insan var, onurğasından bağlı problemi var, insan var, ayaqları ilə bağlı problemi var, insan var, daxili orqanlarından bağlı problemi var. Yəni, nəyə görə insanlarımız daha çox xəstəlik daşıyır? Çox yeri ağrıdığına görə bəzən gedib fikirləşir ki, gedim hamısını eyni vaxtı müalicə edir. Hər yerim ağrıyır. Hər yerimdə problem var. Məsələn, belə insanlara, bir neçə tip xəstəliklərdən əziyyət çəkən insanlara buradan müraciət edib demək istəyirəm. Bugün Milan Hospitala müraciət edə bilərlər. Bizdə həm stasionar şöbə var ki, xəstə gəlir, orada daxil olur, yeməyi, içməyi, yatmağı, hər şeyi oradan və 10 gün müddətində bütün sistemlərinə görə müalicə alınır. Başına görə də, ayağına görə də, daxil orqanlarına görə də, böyrəyinə görə, sidik kisəsinə, prostatına, qadındırsa sidik qaçırması varsa ona görə hər bir şeyə, yəni ümumi ginekoloji müalicədən tutmuş hər şeyə görə tam müalicə alır. Tam heç olmasa bir problemini 80%, 90% həll edib çıxır. Yəni bu müalicələr bugün Milan Hospitalda var. Xüsusi müalicə aparatlarının köməyi ilə gedir. Burada fizioterapiya da var, müalicə aparatları da var. Kompleks şəkildə xəstənin. Bəli, həm daxili orqanına görə müalicə alır, yuxusuna görə alır, əsəbinə görə alır, qan dövranına görə alır, ayaqlarına görə alır, hər bir şey, daxili orqanlarına görə alır, ürəyinə görə alır. Yəni kompleks şəkildə gedən müalicələr var. Bunlar stasionar şəkildə qalmaqla da aparıla bilir, bir də ambulator şəkildə. Bakıda yaşayan insanlar var, evi Bakıdadır, gəlir müalicəsini götürür, axşam gedir, evdə qalır. Yəni ümumi bədənin bir çox xəstəliyindən əziyyət çəkən insanlar varsa, buyurub Milan Hospitala müraciət edə bilərlər. Yəni, ümumilikdə müalicə olunmaq istəyirlərsə. Bəli, bir də əziz tamaşaçılarımız, bax, adı üstündədir də, deyirsən ki, xəstədir. Xəstə Milan Hospitalda stasionar şöbə nədir? Yəni, yatmaq üçün də şəraiti var. Bir var, siz həkim nəzarəti ilə vaxtı-vaxtında dərmanınızı içəsiniz, vaxtı-vaxtında saatla iynələriniz vurular. Bir də stressdən kənarda qalasınız evdəki, cəmiyyətdəki. İçməyiniz pəhrizlə olunar. Klinikada qalanda bu belə olur. Ta evdən yemək gətirsinlər, mən plov yeyim, kebab yeyim, belə məsələ olmaz. Orada ancaq xəstəliyinizə uyğun qidalanma var. 10 gün yatırsınız, sizin dalıbıcan gəlməyə adama ehtiyac yoxdur. Xəstənin yanında qalmağa heç kimə ümumiyyətcən ehtiyac yoxdur. Gəlirsiniz, klinikada müalicə götürürsünüz, 10 günün içində toparlanırsınız, çıxırsınız, gedirsiniz evinizə. Bir də Bəfəxam, bu mədədəki yaralarla bağlı, adam var deyir, mədəm xəstədir, mədəmdə eroziya var, nə bilim, yara var, filan var, beşməkan var.
Onu nə ilə təyinat edirsiniz? Zond uddurursunuz ona, yoxsa Bəli. zondsuz baxan kimi bilirsən? Yox, zonsuz baxanda, məsələn, şikayətlərindən müəyyənləşdirmək olar ki, bu xəstənin mədəsinə yara var. Çünki xəstənin mədəsində yara varsa, ağrı reaksiyası olur. Yeməkdən, məsələn, 5 dəqiqə sonra mədə girəcəyindəki ağrılar, yeməkdən 1 saat sonra mədənin cismindəki ağrılar, acı qarnına, yemək yeyəndə sakitləşən ağrılar, 12 barmaq bağırsaq və mədə çıxacağı ağrılar üçün xarakterikdir. Məsələn, gecə tutan ağrılar 12 barmaq bağırsağın xorası üçün xarakterikdir. Məsələn, bu ağrılar və xəstənin şikayətindən tam dəqiqləşdirmə olur ki, mədəsində xora var. Ancaq endoskopik müayinə çox gözəl, çox əhəmiyyətli və dəqiq bir müayinədir. Onun aparılması mütləq vacibdir ki, yəni televizorda necə, məsələn, mənim indi şəklimi görürsünüz, eləcə də mədənin içini görürsünüz, endoskopla girəndə, mədənin hansı hissəsində xora var, hansı hissəsində eroziya var, hansı hissəsində, məsələn, bəzi xəstələrdə yemək borsunun aşağı hissəsində görürsən, venaların genişlənməsi olur ki, hər an qanaxmaya məruz qala bilən bir problem. Yəni, bunları gördükdə çox şey görürsən orada və o çox şeydən nəzərdə tutur, müalicəni ona görə istiqamətləndirəndə düzgün effektlər əldə edə bilirsən. Gözyumulu xəstənin şikayətəsində 3-3 dənə dərman yazır, xəstənin yolasanında əlbəttə xəstə gedir gələcəkdə mədə xorasının qanaxması ilə üzləşir, mədənin deşilməsi ilə üzləşir. O xora uzun müddət davam edir orada, sağalmır və xəstə onkologiyaya doğru gedir. Yəni, belə şeyləri etmək biraz təhlükəlidir. Ona görə mən çalışıram. Məsələn, xəstə gərək yüngül şikayət var. Deyir ki, hərdən birdən mədəm qıcıqırır. Bunda endoskopik müayinəyə müraciət etmirəm. Robot testə müraciət edirəm. Oradakı problemin robotu göstərirlər. Bəli, onları görürəm və o yüngül şikayət əsasında xəstənin müalicəsini yazıram, helikobakteriyasını da yoxlayıram, müalicəsini yazıram, effektini alır. Amma xəstə kəskin mədə ağrısı ilə, nə bilim, ciddi ürəkbulanma ilə, iştahın pozulmasından, qusma ilə, udma çətinliyi ilə, deyir ki, yemək qaldı boğazımda, uda bilmədim, geri qaytardım, su içdim, zorla keçirdim. Belə şikayətlər varsa, bunlar ciddi bir, nətər deyim, xəstəliklərdən xəbər verə bilər. Ona görə endoskopik müayinənin burada aparılması mütləq vacibdir. Eləcə də bağırsaqda belə bir problemlər olur. Xəstə deyir ki, məsələn, 8 gün, 10 gün çölə gedə bilmirəm, dərmanla, zorla idarə eləyirəm. Məsələn, burada bağırsaqda şiş ola bilər, bağırsaqda polip ola bilər, bağırsaqda uzanma ola bilər, sallanma ola bilər, divertikul ola bilər. Yəni, bu problemi bilmədən bağırsağa necə müdaxilə eləmək olar? Xəstə deyir ki, qanlı ishal var. Hər gün ishalla gedirəm, 5 dəfə, 6 dəfə, hər dəfədə nə qədər qan gedir ishalda. Yoxluyursan, xəstənin hemoqlobini düşüb 7-yə, 8-yə. Burada artıq ciddi bir problemdən, bağırsaq xərçəngindən, bağırsaq vərəmindən, xoralı kolitdən söhbət gedir ki. Bağırsaqda vərəm də ola bilir. Bəli, vərəm xəstəliyi də olur. Ona görə bu problemlər artıq kolonoskopiya ilə gedikdə bağırsaqdakı problemi gözünlə görürsən ki, burada xoradımı, polipdirmi, nədirsə və bunun əsasında bəlkə şiş var, götürülməyə vacibdir, bəlkə həddindən artıq uzanma var, bəlkə həddindən artıq divertikul var, artıq onlar cərrahi müdaxiləyə ehtiyacı olan problemlərdir. Onlar artıq konservativ yolla müalicə etmək mümkün deyil, hansı ki, bəzi bağırsaq xəstəlikləridir. Vəfa xanım, reklama keçəcək, bir dəqiqə vaxtımız var reklamlara ayrılmağa, bu sualımıza da cavab verin. Demək, bu qan azlığı ki var, bugün cəmiyyətimizdə çox insanlarımız qan azlığından əziyyət çəkirlər. Nə qədər, məsəl üçün, qidalamalarla bağlı Türkiyə çarə, biri deyir ciyər ye, biri deyir, nə bilim, şokolad ye, biri deyir falan şey ye, inanın ki, heç bir təsiri də olmur. Yəni, cüzi ola bilər, biri deyir çığındır iç, biri deyir, nə bilim, neynə, qan qalxmır ki, qalxmır. Bu, hemoqlobini aşağı olan, yəni qan azlığından bir ömür boyunca əziyyət çəkən insanlar var da, rəngləri ağappaq olur, ondan sonra baş gicəllənmələr olur, tez-tez məsələn yatırlar, evə girirsən, deyirəm ki, yuxum gəlir, yatmaq istəyirəm, daha çox yuxululuğa meyilli insanlar bunlardılar. Bu qan azlığı xəstəliyin tamamilə müalicə ilə aradan qaldırmaq olur, yoxsa bu genetik faktor da mümkün deyil? Yox, genetik də xarakter daşıyır. Əgər hemoqlobin də genetik olaraq 7-yə düşə bilmir axı, ola bilər 10, 11, yəni... Əslində normativ nə qədərdir? 12-dən yuxarıdır. 12-dən yuxarı? 12-dən yuxarıdır, bəli. Çox da ziyandır, az da ziyandır? Az da ziyandır, bəli. Elə xəstələr var, 12, məsələn, 15 arası normal hesab olunur. Məsələn, elə xəstə gəlir ki, hemoqlobini 17-dir. Bu da zərərli təsirə malikdir. Çünki həmin xəstələrdə vaxtaşarı təzyiqin yüksəlməsi olur, ciddi, məsələn, beyin qanamaları ilə
Deməli yadınızda qalsın, 12-15 arası arası olmalıdır. normaldır. İndi bəzi dövlətdə olan göstəricilər biraz başqa cür olur. Yəni hər klinikanın öz göstərici, əslində özəl klinikalarda tam avtomatlaşdırılmış sistemlərdə belə görür ki, 12 ilə 15 arası göstərilir. 15-dən yuxarı oldu, artıq çox hesab olur. Az da. Azın məsələn verdiyi şikayətlər nədir? Yorğunluq, halsızlıq, baş ağrısı, baş gicəllənmə, arterial təzyiqin aşağı düşməsi, daimi özünü yorğun, əzgin hiss eləmə, arada ürək bulanmaları olması. Yəni, bu bəzən yeməyimizlə də çox bağlıdır, qida ilə. Məsələn, özü üçün diyeta düzələn xanımlar var, çəkisinə atmaq üçün, məsələn, ət yemir, şirin şey tamam sıfırlayır, nə bilim, meyvə yemir. Yəni, cüzi qidalanma, bu da qan azlığı yarada bilər. Biri var, irsi xarakter daşıyır, biri var, talasemiya daşıyıcıları xəstələr var. Xəstəsi yox, daşıyıcı xəstələr var, talasemiya daşıyıcıları. Onlar da hemoqlobinləri aşağı olur. Yəni, mən həmişə deyirəm ki, talasemiya daşıyıcısı olub, elə mənim talasemiya daşıyıcısıyam deyib, yəni bu şikayəti ömrü boyu daşımaq. Talasemiya daşıyıcılarına da ildə 2 dəfə, 3 dəfə müalicə getməlidir ki, onların hemoqlobini qalxsın. Çünki hemoqlobin bədəndə çox işlər görür. Məsələn, beynin, toxumaların, bədənin oksigen təchizatı hemoqlobindən asılıdır. Hemoqlobin aşağı olursa, xəstənin başında yuxusu pozulur, yaddaşı pozulur, başına keyləşmə əmələ gəlir. Yəni, oksigen beynin... Yəni, müalicəsi var da. Müalicəsi var, qan azlığı ilə müraciət edə bilərlər, iynələri var, dərmanları var onların. Düzdür, təbii qidalar da dediniz, bəyək, onlardan da istifadə edim, amma təkcə onlar hemoqlobini qaldıra bilmir. Mütləq burada, bir də anemiyanın növləri var, baxmaq lazımdır. Dəmir çatmırmı, B12 vitamini çatmır, fol turşusu çatmır. Yəni, anemiyanın növü var qan azlığının. Hansı növü? Məsələn, mən götürüb dəmir çatmamazlığında təkcə fol turşusu verirsə, qaldıra bilmərəm. Yaxud B12 vitamini... Amma bu kompleks şəkildə mi? Bəli. Əgər B12 vitamini defisitli anemiyadırsa, onda təkcə dəmir preparatından istifadə ediləmsə, onu əlbəttə o anemiyasını aradan qaldıra bilməyəcəm. Ona görə birinci anemiyanın növü təyin edilir. Hansı Qan çatmamazlığına analizi verməlisiniz, gəlirsiniz, qəşəng qan analizi verirsiniz. Orada da... Yəni, orada da çox analiz lazım deyil. Bir dənə qan ümumi analizi yoxlanılır, dəmir yoxlanılır, B12 vitamini, fol turşusu. Bunlar yoxlanır. Reklamları izləyirik, davam edəcəyik. Davam edirik. Hörmətli tamaşaçılarımız, reklamlarımız bitdi. Qaldığımız şəkildə davam edirik. Xatırlatma edim, gözəl ifaçımız, elə sənətkar Nimət Mirzəyev efirimizin qonağıdır. Nəğməli qonağımız Vəfa xanım Əhmədova da Milan VIP Hospitaldan bu günləri çox maraqlı məqamlara toxunur xəstəliklərlə bağlı. Bugün təəssüf edirəm ki, hər şeyin bu yaygınlaşdığı vaxtda xəstəliklər də çoxalıbdır da. Yəni, bu faktdır. Xəstəliklər həddindən artıq çoxalıbdır. Bu xəstəliklərin qarşısını da almaq o məsələdir ki, düzgün həkimə getməlisiniz. Adamlar deyir, getdim falan həkimin yanına, mənə yaxşı təsir eləmədi, nə bilim, bu həkimin müalicəsi mənə düşmədi. Çünki doğru seçim eləməlisiniz, doğru həkimin yanına getməlisiniz. O həkimdən biraz, bu həkimdən biraz, filan kəs elə filan kəsin yanına get, bir də baxırsan ki, effekt olmur. Amma mən sizə tövsiyə elədiyim Milan VIP Hospitalında Vəfa xanım Əhmədova bütün xəstəliklərlə bağlı necə lazımdır, sizin müalicənizi həyata keçirə biləcək. Vəfa xanım, bir də bu uşaqlarda da, yəni uşaqlarda enoroz xəstəliyi var. Yəni, bütün valideynlərin narahat ola biləcəyi məsələdir ki, övladları yerlərinə sidik açırdırlar. Durub, xüsusən də axşam saatlarında ayaq yoluna getmirlər, yerlərini isladırlar. Bəli. Bu da bir çətinlik yaradır, gərginlik yaradır. Təsəvvür ki, hər dəfə uşaq yerini isladır, ana narahat olur, ata narahat olur. Uşağın özündən bir tərəfdən ziyandır. Bu enoroz xəstəliyini biz bilirik. Yüzlərlə uşaqlar var ki, siz müalicə eləyib bugün normal həyata döndərmişsiniz. Əlamətləri necə deməyəcən, enoroz necə müalicə olunur? Hansı əlamətlərdən ötürü? Enoroz əslində sidikdən söhbət gedəndə burada böyrəkdən təkcə söhbət getmir. Yəni, enoroz xəstəliyi gecə sidiyini saxlaya bilməmək deməkdir. Yəni, gecə uşaqlar yerinə sidik qaçırdır. Bu təkcə uşaqlarda deyil. Əslində, məsələn, 5 yaşına qədər uşaq bu problemi eləyirsə, bunu biz patologiya saymırıq. Çünki onlarda hələ siqnal sistemi tam formalaşmadığına görə ən gecikmiş formada 5 yaşına qədər uşaq yerinə sidik
buraxmağı patologiya hesab olmur. Əgər 5 yaşını keçmiş hər hansısa bir uşaq gündə, həftədə, yaxud ayda bir dəfə yerini isladırsa, artıq bu xəstəlikdir. Yəni, bu həyəcan bir siqnalı çalır ki, bu uşaqda bu problem var. Yəni, problemin Bu da əsas... birbaşa beyinlə əlaqəlidir. Birbaşa beyinlə əlaqəlidir. Beyində olan dalğaların ritmi pozulanda beyinə siqnal çatmır. Siqnal çatmadığına görə o uşaqlar gecə yerinə sidib buraxırlar. Bu uşaqlar çox bərk yatır, bəziləri əsəbidir, bəziləri hiperaktivdir, bəzilərində sözü geç anlama var. Yəni, beyinlə bağlı olduğuna görə digər şikayətlərdə yaşayırlar bu uşaqlar. Yəni, bugün Milan Hospital, Azərbaycanda yeganə hospitaldır ki, enurez xəstəliyinin müalicəsində rekord göstərici əldə edib. Səbəbi də bugün bizim xaricdən gətirdiyimiz xüsusi aparatlar var ki, beyin üzərində işləyir. Beynin uşaq vaxtından bəri pozulmuş dalğaların ritmini normallaşdırır və beynin ətrafdan gələn siqnalları tam normal şəkildə qəbul edilməsini tənzimləyir. Yəni, dərman maddəsi də var burada, əlbəttə dərmanlardan da istifadə edir. Ancaq ən əsas aldığımız göstərici ondan ibarət ki, o aparat bizdən başqa hospitallarda yoxdur və biz o aparatın köməyi ilə o siqnalı bərpa edib uşaqları bu problemdən qutara bilirik. Təsəvvür etsən, gələcəkdə tutaq ki, bugün bir uşaq dayanmadan yerini istadırsa, bir enurez xəstəliyi varsa, gələcəkdə bir gəncin cinsi zəifliyinə gətirir, çıxardır. Bəli. Gələcəkdə bir nəsil törətmə qabiliyyətini azaldır, sıfırladır bəzən. Sonsuzluğuna gətirib çıxardır. Əgər bunda bu problem varsa, baxırsan 25 yaşında, nə bileyim, heç 30 yaşı yoxdur, övladı olmur, sonsuzdur. Bir şey dedim, Samir, o bilirsən də böyük yaşlarda vardır. Böyük yaşlarda da var, təkcə uşaqlarda deyil. Cinsi zəifliyi var bu adamın. Demək ki, bunun uşaqlıqda belə bir problemi olub, müalicə almayıb da. Var, bugün nə qədər böyük xanımlar var. Sizə də müraciət ediblər. Bizə də bir xanım müraciət eləmişdi, 2-3 il olar bundan öncə. Təsəvvür ki, toy olub, gəlin köçüb, hələ də yerini istadır. Düzdür, günləri istatmırmış. Məsələn, ayda bir dəfə, 2 dəfə onlar müraciət elədilər. Əslində, bunun müalicəsi ola, yəni belə bir qızların, xüsusilə qızların ailə qolmağına mən tərəfdar deyirəm. Əgər sizin qızlarınızda enurez xəstəliyi varsa, indi deyək ki, oğlanlarda varsa bir təhər yazıq gedən qız məcbur olur, oturur, bəzisi oturur, bəzisi oturur. Amma qız elədir ki, yad eldən elə gedib səhər ər evində sidik buraxırsa, mütləq bu ailənin dağılmasına gətirib çıxarır. Ona görə yəni uşaqlarınızın bədbəxt olmamağı, ikinci və bu problemi yaşamamaq üçün uşaqlarınızı müalicə etdirin və sonra ailə qurmasına izin verin. Bax, mənim böyük yaşda pasientlərim çoxdur. Tam əminliklə müalicə olub, hələ müalicədən sonra da bir 2-3 ay gözləyib, tam əmin olandan sonra ailə qurublar. Bilirsiniz, bu günləri xanımlar var, öskürəndə, asqıranda, güləndə, baxırsan ki, sidiklərini saxlaya bilmirlər. Bax, onlarda uşaqlıqdan qalma bir məsələ də ola bilir. Uşaqlıqda onların da belə bir problem. O vaxt indi tibb o qədər inkişaf eləməmişdi, bilmirdilər. O deyirdi, apar belin çəkdi, bu deyirdi, apar nə bilim, Türkiyə çarə falan şeylətdi. Mən də uşağımın başına gəlib, mən də oğlum balaca olanda bu problemimiz olmuşdu. Amma biz... İndi bax, məsələn, bəzi uşaqlar var, onlar yerinə sidik buraxır 5 yaşına, 6 yaşına, 7 yaşına, bir də görün 8 yaşına kəsildi. Yəni, öz başına kəsilən pasientlərimiz də var. Məsələn, nətər olur? Bu uşağın sinir sistemi, beyin inkişaf etdikcə sinir sistemi özünü çatmayan cəhətlərini bərpa edəndə uşaqlar bu problemdən qutara bilirlər. Əslində, keçmişdə bir 15-20 il bundan əvvəl heç sidik qaçıran uşaqlara həkim aparmayıblar. Müəyyən bir yaşda keçib gedib. Çünki o devirlə bu devir arasında fərq çoxdur. Çünki o devirdə bizim uşaqların beynində yüklənmə olmadığına görə, ağır dərs proqramı, telefon, kompüter, belə bir şey olmadığına görə uşaq 8-9 yaşına ən gecə çatanda bu problemdən azad olubdur. Yəni, mənim rast gəldiyim ailələr var, tanışda, bilişdə, qohumda, əqrəbədə ki, bu problemdən uşaq vaxtı əziyyət çəkən müəyyən bir yaşda gedib. Ancaq indiki devirdə, hal-hazır ki, 2025-ci ildə, yəni hələ bir 3-4 ildə bundan əvvəlki devirlərdə öz başına keçmə ehtimalı sıfırdır. Sıfırdır. Sponsorlarımızdan bağlı 3 dəqiqəlik aramız olacaq. Davam edəcəyik. Bizdən qalın.
Hörmətli tamaşaçılarımız, proqramımızın sponsoru Aqromal Özbəkistan məhsullarıdır. Bilirsiniz ki, Aqromal Özbəkistan məhsullarında nə alırsınızsa alın, söhbət pal-paltarlardan gedir. Kilosu 10 manat, 20 manat arasında dəyişən qiymətlərlə sizə təklif olunur. Ünvanlarımız ölkənin bütün regionlarında Özbək mağazaları deyilən ünvanlardan siz kilo ilə pal-paltar ala bilərsiniz. Sumqayıtda 41 ada, Bakı şəhərində 3-cü mikrorayon dairəsində topdan və pərakəndə satış nöqtəmiz var. Yolunuzu gözləyirik. Digər sponsorumuz Doktor Seyfəddin Klinikasıdır. Bilirsiniz, Həzə Aslanov metro stansiyasının çıxışı Söhbət Xətai rayonundan gedir. Doktor Seyfəddin Klinikasında bütün müalicə və müayinələr təbii üsullarla aparılır. Və xəstəliklərinizi tam təbii üsullarla müalicə elətdirib sağlamlığınıza qovuşmaq istəyirsinizsə, aşağıda gördüyünüz telefonlarımızla əlaqə saxlayın. Doktor Seyfəddin və onun komandası sizin sağlamlığınızın keşiyində dayansınlar. Təşəkkürlər. Milan VIP Hospitaldan danışmaq istəyirəm. Sizə Milan VIP Hospital bilirsiniz ki, digər klinikalardan nə ilə fərqlənir? Əlbəttə ki, robot test müayinəsi. Dırnaqdan saça qədər robot test müayinəsindən keçməklə xəstəlikləriniz haqqında məlumatlana bilərsiniz. Bundan əlavə Milan VIP Hospitalında cərrahi əməliyyatlar da həyata keçirilir. İstər sığorta ilə, istərsə də belə siz Milan VIP Hospitalına gəlməklə müayinə və müalicələrinizi normal şəkildə həyata keçirdib sağlığınıza qovuşa bilərsiniz. Bölgələrimizdən gələn pasientlərin diqqətinə çatdırmaq istəyirəm ki, bizim stasionar şöbəmiz də fəaliyyətdədir ki, rahat bir şəkildə qidalanmanız təmin olunmaqla klinikamızda yatış edib tam şəkildə sağlığınızı bərpa eləyə bilərsiniz. Hörmətli tamaşaçılarımız, mən sizə növbəti sponsorumuzu təqdim etmək istəyirəm. Şipşirin, bax bu sponsorumuz Sumqayıt şəhərinin girişində yerləşən Bağça şəhər yaşayış kompleksində yerləşir. Desertzadə Pastra and Bakery şirniyyat evi. Bəh, bəh, bəh. Ən gözəl şirniyyatlar, tortlar, kurabiyələr, ürəyiniz hansı ölkənin şirin təamlarını dadmaq istəyirsə, mütləq gəlməlisiniz ora. Bununla da xidmətlərimiz yekunlaşmır. Səhər yeməyi, bəli, bəli, səhər yeməyinin qiyməti 10 manatdır. 10 manat verirsiniz, səhər yeməyi. Ləziz təamları düzürlər qarşınıza. Bununla da kifayətlənmirik. Və mən sizə 8 manat 50 qəpiyə olan yemək süfrəmizi də təqdim etmək istəyirəm. Business Lunch. Hər gün, hörmətli müştərilər, gəlin günorta yeməyinizi 8 manat 50 qəpik ödəməklə istədiyiniz təamlardan dadın. Telefon nömrələrini görürsünüz. Buyurun, gəlin. Davam edirik. Vaxtımız yoxdur. Vəfa xanım, təşəkkür edirəm sizə. Təşəkkür edirəm. Nimət, sənə təşəkkür edirəm. Çox sağ ol, bugün gəldin. Gözəl açıqlamaların da oldu, gözəl ifaların da oldu. Sizə təşəkkür edirəm, Vəfa xanım. Çox sağ olun. Əziz tamaşaçılarımız, bugünlük bu qədər deyirik. Özünüzə yaxşı baxın. Sonda Nimət Mirzəyevin ifası ilə yekunlaşırıq. Sabah görüşəcəyik, Allah qoysa. Bu qız ürəkdir, ömrümə bəzəkdir.